Ötən gün ictimai fəal Mətanət Əzizova Facebook hesabında Praqa aeroportunda Praqa-Bakı reysinin gözləmə zalından bir kişinin yoxlamadan keçmədən qanunsuz trapa daxil olması və təyyarəyə getməsi barədə məlumat paylaşıb. Qafqaz İnfonun məlumatına əsasən o paylaşımında bildirib ki, həmin şəxsin məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək olub. Haykü düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək idi. Onu dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis, ona yaxın qara maskalılar cəlb olundu. Sonra itlər, xüsusi qurğular gətirildi. Cinayətkar həbs olundu və əminəm ki, onu uzun müddətli həbs gözləyir. Amma ilk olaraq Azalın bələdçisi cinayətkarın qarşısına çıxdı, onu təyyarəyə girməyə qoymadı. Məsələ ilə bağlı Azərbaycan Hava Yollarına bildirilib ki, dünən Praqa hava limanında Praqa-Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri Azərbaycan Hava Yolları aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb. Hazırda insidentlə bağlı hava limanı müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır.